Hər birinizi xoş gördük, dəyərli izləyicilər. Baku TV-nin efirində idman xəbərlərini izləyirsiniz. Azərbaycan Taekwondo Federasiyasının təşkilatçılığı ilə Bosniya və Hersegovinada keçirilən klublar arası Avropa çempionatı və Bosniya Open beynəlxalq turnirində uğur qazanan idmançılar və məşqçilərlə media görüşü keçirilib. Görüş zamanı idmançılar və məşqçilər yarışlarla bağlı təəssüratlarını bölüşüb. Əldə olunan nəticələr barədə məlumat veriblər. Taekwondoçularımız hər iki yarışda ümumilikdə 3 qızıl, 5 gümüş və 8 bürünc olmaqla 16 medal qazanıblar. Ardıcıl olaraq iki yarış işləmək psixoloji baxımdan nisbətən çətinlik olsa da düşünürəm ki, uğurlu nəticə ilə qayıtdıq. Ən gərgin keçən döyüşlərindən biri Klublararası Avropa çempionatında ki, Rusiya təmsilçisi olan idmançı da keçdi. Rəqibimə 3-cü raundda böyük xalla üstünlük gələrək qalib oldum. Bu yarış həm də 21 yaşadakı idmançıların Avropa çempionatına vəsiqə xarakteri daşıyırdı. Orada da ölkəmizi layiqincə təmsil edəcəyimi düşünürəm. Buradan federasiya rəhbərliyinə, diqqətinə və dəstəyinə görə təşəkkür edirəm. Bizi də orada mütəmadi olaraq maraqlandılar, motivasiya edib bizi təbrik edilər. İyun ayının 18-i, 20-si və 21-i, 22-si tarixlərində Bosniya və Hersegovinanın paytaxtı Sarayevo şəhərində iki mötəbər beynəlxalq yarışda Azərbaycan komandası iştirak etdi. Ümumilikdə 10 komanda ilə qatıldığımız bu hər iki mötəbər yarışı yüksək nəticələrlə başa vurduq. Xüsusilə qeyd eləmək istəyirəm ki, kiçik yaşlı yeniyetmələr arasında Azərbaycan komandası bütün komandaları qabaqlayaraq Avropa birincisi oldu. Bu münasibətlə bütün medal qazanan idmançılarımızı təbrik etmək istəyirəm. Klublararası Avropa çempionatında Azərbaycan komandası ümumilikdə bütün kateqoriyalar üzrə 2 qızıl, 3 gümüş və 2 bürünc medal əldə etdi. Növbəti yarışda isə Azərbaycan komandası 1 qızıl, 2 gümüş və 5 bürünc medal əldə etdi. Belə dəyərli izləyicilər, idman xəbərlərini izlədiniz. Sağ olun, salamat qalın.